Çox maraqlı suallardan biri də bundan ibarətdir ki, əgər Həvva da bizim kimi Adəm əleyhissalamdan yaradılmışsa, onda belə nəticə çıxarmaq olar ki, Həvva Adəmin övladı və bizim isə bacımız hesab olunur. Bu nə dərəcədə doğru və düzgündür? Gəlin bu sualı birlikdə cavablandıraq. İlk öncə bunu demək istərdim ki, bu sualın yaranma səbəbi Nisa surəsinin 1-ci ayəsinə əsaslanır. Quran-ı Kərimdə Allah Təbarək və Teala Nisa surəsinin 1-ci ayəsində belə buyurur: Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Və xalaqa minha zəvcəhə. Sadaqallahul aliyyul azim. Tərcüməsi bundan ibarətdir. Allah Təbarək və Teala ondan, yəni Adəmdən zövcəsi, yəni Həvvanı xəlq etdi. Burada min ədatı bəzi insanlar arasında şək və şübhə yaratmışdır. Təfsir alimləri bu ayədə olan murad və məqsədi gözəl bir şəkildə cavablandırmışlar. Biz də təfsir alimlərinin verdiyi cavaba əsaslanaraq bu sualı bu cür cavablandırırıq. Bəzi təfsirçilər yazırlar ki, min ədatı ümumi cinsi bəyan edir. Necə ki, ayədə buyurulur və xalaqa minha, orada minhadan, yəni min ədatından məqsəd ümumi cinsi bəyan edir. Yəni təbiiz deyildir. Təbiiz yəni bir hissə, bir qədər deməkdir. Yəni Allah Taala Həvvanı öz həyat yoldaşının növündən yaratdı. Başqa sözlə desək, hər ikisini torpaqdan xəlq etdi. Necə ki, Allah Təbarək və Teala əziz İslam Peyğəmbəri Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləm haqqında Quran-ı Kərimin Tövbə surəsinin 128-ci ayəsində belə buyurur: Bismillahirrahmanirrahim. Laqad ca'akum rasulun min anfusikum. Tərcüməsi belədir: Sizə özünüzdən bir peyğəmbər gəldi. Burada özünüzdən diqqət yetirsək, bu ayədə də min ədatından istifadə olunur. Amma fərq bundadır ki, Nisa surəsinin 1-ci ayəsində gələn min ədatı növündən ümumi cins bəyan edir. Amma Tövbə surəsinin 128-ci ayəsində gələn min ədatı isə təbizdir. Yəni bir hissə, bir qədər mənasındadır.